Azərbaycanda tanınmış seyyidlərdən olan Seyid Sadıq Ağa, Masallı rayonunun Ərkivan qəsəbəsində 1929-cu ildə Seyyid ailəsində, ruhani ailəsində dünyaya gəldi. Seyid Sadıq Ağanın atası Hacı Seyid Rıza Axund ali təhsilli, ruhani və çox təqvalı bir seyyid olub və Qur'an hafizi kimi tanınırdı. Babası Molla Bəşir bölgəmizin tanınmış alimlərindən olub. Seyid Sadıq Ağa da uşaqlıqdan öz yaşıdları ilə seçilib, öz gözəl əxlaqı ilə, öz təqvası ilə digərlərindən həmişə fərqlənib və xalq arasında böyük hörmətə, böyük nüfuza sahib olub. Seyid Sadıq Ağa Allahın Azərbaycanımıza, xüsusən Masallımıza verdiyi bir pay idi, bir möcüzə idi. Azərbaycanın hər yerindən Ağanın qapısına insanlar gələrdi. Onun qapısı sanki arzu yeri, ümid yeri, mətləb yeri, şəfa qapısı idi. Yəni nə qədər xəstələr gələrdi Ağanın yanına, Ağa o xəstələrə əl çəkərdi və Allahın izni ilə o xəstələr şəfa tapardı. Seyyidlər, peyğəmbər övladları Allahla insanlar arasında bir vasitədirlər. Biz Allahdan o seyyidlərə xatir kömək istəyirik. Yəni biz o seyyidlərdən istəmirik, Allahdan istəyirik. O seyyidlərin məqamına xatir. O seyyidə də Allah kəramət bəxş eləyib və seyyidin əlinə şəfa bəxş eləyib. O seyyid də insanlara Allahın izni ilə şəfa verir. Seyid Sadıq Ağa da bu cür idi. Seyid Sadıq Ağa babamız Mirtağa Ağa ilə dost olublar. Seyid Sadıq Ağanın indi yolunu davam edən Hacı Mirvali Ağadan müsahibə alırlar ki, atanız Seyid Sadıq Ağa səxavətdə kimə oxşayırdı? O cavab verir ki, atam səxavətdə Bədalanlı Mirtağa Ağaya oxşayardı. Seyid Sadıq Ağa da çox səxavətli olub. Yəni dünyanın hər yerindən ona nəzirlər gələrdi. Amma o nəzirləri o kasıblara, əlsiz ayaqsızlara elə paylayardı ki, bəzən evə əli boş qayıdardı. Mən Seyid Sadıq Ağanı görmüşəm. Masallı ilə İskəndəri arasındakı körpüdə dayanardı. Maşınlar keçəndə Ağaya nəzir verərdilər. O da onlara əl çəkərdi, dua oxuyardı və yola salardı. Yəni Ağanın xeyir duasını insanlar alardılar, sanki rahatlaşardılar. Yəni onun xeyir duasında xüsusi bir təsir var idi. Və Allah göstərməsin kimsə onun qəlbinə dəysəydi, o cəzasına çatardı. Seyid Sadıq Ağa xalq arasında o qədər hörmətə sahib idi ki, küsülü olanda 2 nəfər Ağanı göndərərdilər, o küsülləri barışdırardı, qan bağlayardı. Hətta ölümü belə onun bir sözünə, onun cəddinə xatir bağışlayardılar. Ağanın kəramətləri çox olub. Mən qısa onun kəramətlərindən bir kəlmə demək istəyirəm ki, böyüklər deyirlər ki, bir adam məsələn Seyid Sadıq Ağanın yanına gəlib, heç tanımadığı bir adamdır. Amma Ağa onun adı ilə ona müraciət edərdi. Və hələ o adam danışmadan onun dərdini deyərdi ki, nəyə görə gəlib. Bu onun xüsusi kəramətlərindən biridir. İkinci bir kəraməti budur ki, bəzi insanlara gələcəkdə baş verən hadisələrdən işarələr verərdi. Deyərdi ki, cəddim mənə xəbər verib. Məsələn, bu hadisələr baş verəcək, onun dediyi kimi də olurdu. Ağanın başqa kəramətlərindən biri budur ki, onun duası ilə çox insanlar çətinlikdən xilas olub, çox insanlar şəfa tapıb və onun cəddini çağıran insanlar ümidlə, inamla onun cəddini çağıran insanlar öz istəyinə çatıblar. Əlbəttə belə bir məqama çatmaq üçün insan gərək Allaha yaxın olsun, o qədər təqvalı olsun ki, Allah ona bu kəramətləri bəxş eləsin. Seyid Sadıq Ağa da Allahın buyurduqlarına əməl elədiyinə görə o da Allahdan nə istəyirdi, Allah ona verirdi. Seyid Sadıq Ağa 2000-ci ildə iyulun 16-sında dünyasını dəyişdi və Masallı rayonunun Ərkivan qəsəbəsində bu gün də onun məqbərəsi insanların ziyarətgahına çevrilib. Allah ağamızı rəhmət eləsin, Allah onun ruhunu şad eləsin, onun cəddinə xatir Allah Teala öz ruzi bərəkətini, öz mərhəmətini Azərbaycanımıza, xalqımızın üzərinə, millətimizin üzərinə nazil eləsin və bizim xalqımız həmişə peyğəmbər övladlarının ehtiramını saxlayıb, onlara məhəbbət göstərib, onlara sevgi göstərib, Allah bu xalqımızı dünya və axirətdə peyğəmbər və ali peyğəmbərdən ayrı salmasın inşallah. Allah Seyid Sadıq Ağanın cəddinin nurunu bizim xalqımızın, onun sevənlərinin üstündən əski eləməsin inşallah.